Mehdabad qəsəbəsi, Ocaq restoranından 100 metr məsafə, bütün məktəb, iaşə obyektləri, ətraf ərazidə var, dəyərli dostlarımız. Mərkəzi yolla 100 metr məsafəsi var, 100 metr məsafəsi Mehdabadın mərkəzi prospekt yolu ilə, dəyərli dostlarımız. Sizlərə ideal, əla bir ev təqdim edəcəm. 2 sot torpaq sahəsinin üzərindədir, 172 kvadratdır evin ümumi sahəsi, kupçalıdır. Qaz, su, işıq, kanalizasiya mərkəzidir. 143 min manata qeyd eləyək, 143 min manata kupçalı olaraq satışa çıxarılıb. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Bu bütün tamamlanmanı elədik. Elektrik sistemləri, dəyərli dostlarımız, kabellər boru vasitəsilə çəkilib. Hər mərtəbə monolit betondur. Birinci mərtəbədə monolit betondur, 1 ilə 2-nin ara kəsməsi də monolit betondur. Cüt daş kubiklə inşa olunub. 2 ədəd sanitar qovşağı var. Asma tavandır. Dəyərli dostlarımız, dartma tava, asma tavanla inşa olunub. Hər mərtəbənin sanitar qovşağının tam təchizatlı, bütün aksesuarlarına kimi quraşdırılıb. Mehdabad qəsəbəsində ev axtaranlar, mülk axtaranlar buyurub zəng edə bilərlər. Səhifəni bəyənib, like etməyi unutmayın. Sizlərə ideal, bir-birindən gözəl həyət evləri təqdim edəcəm. Həyətinə sərbəst şəkildə bir ədəd avtomobil daxil etmək mümkündür. Gül çiçək əkmək üçün yer sahəsi yaradılıb. Yerdən yetəri qədər kürsü sahəsi var. Qeyd edim, evin yanına və digər tərəfinə keçid etmək mümkündür. Evin önünə qədər asfalt yoldur. Evin önünə qədər asfalt yoldur. Dəyərli dostlarımız, evin kupçası var. İstənilən ipotekaya və yaxud da nəqd alışa hazır vəziyyətdədir. İstənilən notariusda, istənilən asan xidmət mərkəzlərində alqı-satqı etmək mümkündür. Keçək evin içi ilə tanışdığa. Terras sahəsidir. Mətbəxdən terrasa, pəncərə sahəsi açılır, şəbəkə pəncərədir. Bismillah eləyək. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Girişdən solda yerləşir evin qonaq otağı. Gözəl bir qonaq otağı var. Model üslubda inşa olunmuş, düzəldilmiş şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. İstilik sistemləri xəttə atılıb. Pol laminat, gözəl. Burada mətbəx sahəsi yerləşir. Mətbəxin də pəncərəsi terrasına açılır. Öz, yəni həyətyanı sahəsinə açılır. Mətbəx mebelinin yerləri, aksesuarların xətləri hamısı çəkilib tamamilə hazır vəziyyətdədir. Hər mərtəbənin qeyd etdiyim kimi özünə məxsus sanitar qovşağı var. Burada işıqları yandıra bilmədim. Tam təchizat bütün aksesuarlarına kimi qoşulub, asma tavanla işlənilib və ikinci mərtəbəyə qalxan beton pilləkən sahəsi. Pilləkənlər altıda kladovka sahəsi yaradılıb. Qalxaq ilk öncə öndən buyurun. İkinci mərtəbəyə qalxan beton pilləkənlər işıqlandırma üçün pəncərə sahəsi yaradılıb. Çox gözəl, böyük bir kvadrata malik beton pilləkən sahəsi var, 1 metr olar. Dəmir tutacaqlarına kimi vurulub. Səhifəni bəyənin, like eləyin, səhifədə nömrəm var, qeyd etdiyim kimi. Əla evlər təqdim edəcəm. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdə gözəl bir işıqlandırma sahəsi qoyulub da, gözəl. Tavan sahəyə var, qəşəng. Burada yerləşir birinci uşaq yataq otağı, pəncərəsinin qarşısı tamamilə açıqdır. Burada bu söhbəti işlətməyəcəm ki, pəncərəsinin qarşısı açıqdır, yoxsa yox. Mehdabadda belə bir şey yoxdur. Bütün evlərin pəncərəsinin qarşısı tamamilə açıqdır. Qarşı tərəfdə, yəni digər qonşu, hasar-masar yoxdur. Əla bir yerdə, əla havası olan bir yerdə sizlərə mülk təqdim edirəm. Sanitar qovşaq, hər mərtəbənin özünə məxsus sanitar qovşağı var. İşıqları yandırdım. Tam təchizat bütün aksesuarlarına kimi quraşdırılıb. Qiymət də ki, 143 min manat idi. 143 min manat. Ümumi evin kvadrat sahəsi 172 kvadratdır. Burada yerləşir ikinci yataq otağı. Eyvana keçid mümkündür. Buradan pəncərə eyvana açılır. Real müştərilər əlaqə saxlasın, endirim var, gözəl endirim olacaq. Dəyərli dostlarımız, gözəl endirim olacaq. Buranın da pəncərəsi öz həyətyanı sahəsinə baxır. Gəl içəri, bir dənə gəl. Buna var da. Qəşəng bura şkaf sahəsi yaradırsan, qəşəng şkaf sahəsi. Artıq əşyaları burada gizlədirsən. 143 min manata kupçalı sizlərə mülk təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın.